uşağın hardandır bilmirsən sən. Elə şey olar ha. Bunun nəyə efirə deyirsiniz? Nə zibil yemirsən, qay arxada qalsın, efirdən də kənarda qalsın. Necə efirdə onu heç aparıcının da ixtiyarı yoxdur onun üzünə vursun. Qıraqda nə zibil yeyib, bunu efirə niyə verirsiniz ki? Cavan yetişən uşaqlarımız var, evlatlarımız var. Mən inanın Allaha bu televiziyalara baxa bilmirəm. Mən sinir xəstəsi olmuşam artıq. Niyə görə? Mənim özümə qalsa mənim heç bir problemim də yoxdur. A'dan Z'yə indiyə qədər nə yol gəlmişəm, mən fəxrlə də gəlmişəm. Mənim heç nə də o necə deyərlər, eynimdə deyil. Ehtiyat Amma eləmiş. qardaş, başıma dönüm, elə deyil. Bu şeyləri efirdə vermək olmaz. Bu filankəsin ərindən filankəsin uşağı filan. Belə şeylər eləməzlər. And olsun Allahın izzət-i cəlalına ki, xalq pozulur. Cavan yetişən uşaqdır. Bunun ağlı da lülamayadır, heç bilmir dünyada nə var, yox. Bunlar elə başa düşür ki, belə də dünya olar. Azərbaycan əxlaqsız deyil, Azərbaycanın elə oğlanları, elə qadınlar var ki, and olsun Allah, xanımlar belinə bağlayar, nətər gələr nətər avtomatı gedər düşmənin üstünə. Elə deyil axı, qadınlarımız elə deyil axı. 2 dənə qadın çıxardırsınız, xalqı eləmişsiniz əxlaqsız.